Salam hörmətli izləyicilər, axşamınız xeyirli olsun. Mart ayının 18-i bizim üçün əlamətlər günü oldu. Ordubad rayonunun Tivi kəndində həsrətlə gözlədiyimiz at yarışmasını keçirtdik. 10-15'li video çəkib paylaşmışam. İzləyicilərimizin bir qismi baxıb o videolara. Baxmayanlara da baxmağı tövsiyə edirəm. Kanalımıza abunə olmağı da unutmayın. Yorum yazsanız 6 kəlmədən yuxarı daha yaxşı olar ki, YouTube alqoritması bizim videoları önə çəksin. Bugün 18 Mart həm də Çanakkale zəfərinin il dönümüdür. Bugün də bizim qürur günümüzdür. Bugün münasibətilə də Türkiyə Cumhuriyyətində yaşayan soydaşlarımızı da təbrik edirəm. Hava da yaxşıdır, arılar da səməngüllərə bizim dilimizlə arı güllərinə qonublar. Yəqin buna görə arı gül adı veriblər. Arıların vızıltısına gəlmişəm. Bugün ilk dəfə olaraq Tivi kəndindən biz kəndinə də yarışmaya at apardılar. Şövqünün oğlu Xalqın öz atını apardı. Əmoğlusu Turgut atı minib, birinci yeri tutub. Sonra kəndə gəlmişdi. Az qalmışdı ki, elə Tividə də birinci yeri tutsun. Ancaq Şövqün atı ilə yox, Zəfərin atı ilə. 4 mərhələdə atlar yarışdı. Şirzat müəllimin təşkilatçılığı ilə əsasnamə yazılmışdı. Əsasnamə oxundu. 5-5 atlar yarışdılar. O 5 atların da ilk 3'ü sonda finala vəsiqə qazandı. 2'si imtina elədi. 7 at çapdılar. Videomuza baxanlar biləcəklər ki, ilk olaraq startda kim irəlidə idi? Zəfərin atı startda çox irəlidə idi. Həsən onu ikinci döngədə yaxaladı. Axırıncı 15 metrə qədər də yaxına buraxmadı. Həsən orada at gedib maşına toxunmasın deyə atın yolunu biraz dartmışdı. Ancaq finish çoxdan keçirmişdi. Biraz mübahisəli oldu ki, atları bir də sapaq. Ancaq belə qərara gəlindi ki, atları daha incitməsinlər. Onsuz bizim üçün o atların hamısı birincidir. Cəbrinin atı olsun, Zəfərin, Süleymanın, biz kəndindən Mürvətin, Nəsirvazdan Hidayətin, hamısı 2 ay gözümüzün qabağında çapırlar, görürük ki, nezatlarlar, biri-birindən baş atdılar. Elan eləmək olar ki, bu atların ikisi də birinci yerdi. Hədiyyələr də bir-birindən o qədər fərqlənmirdi. Tivi kənd icra nümayəndəliyi hədiyyə almışdı. Tivi kənd tam orta məktəbi. Moskvadan da 300 manat hədiyyə göndərmişdilər. İsmi açıqlanmasın, ancaq mən bilirəm ki, onu Şəhriyar göndərib. Atların nə qədər yəhəri, yüyəni, təkaltısı, yəqin videolarda izlədiniz. Bant filan hamısını o göndərib. Göydəmiri də ona görə çapırtmadı ki, orada yer tutmasın. Göndərdiyi hədiyyələr başqasına çatsın. Onlar da cavandılar, həvəslənsinlər. Yoxsa Göydəmiri mən mindim. 5-10 dəqiqə orada üstündə gəzdim. Çox təfərrüatlı. O bir atların 3 dəfə tullandığım, bu 2 dəfə tullanır. Ayağında biraz ağrı olsa da, nallayanda mismar mayiyə toxunsa da çapanda heç hissi olunmurdu. Ən azından 3-cü yeri tuta bilərdi. Bax, mən sizə bunu deyirəm. Kim nərdəsə ki, bilmir. Yəqin ki, Şəhriyarın özü də heç etiraf eləməyəcək ki, elə bir hal olub. Mən bilirəm. Bu il çox maraqlı oldu. Qonşu kəndlərin hamısından izləyicilər gəlmişdi. Ordubaddan, Dırnız kəndindən Zöhrab Bakıdan əməliyyat olunub. Dəstə başına qədər gəlir. Samolyotdan deyir, təzə düşmüşdüm. Oradan keçəndə gördüm ki, yarışmaya gedən tanışlar var. Atlayıb maşına gəlmişdi. Hüseyin Cəfərov, Naxçıvanın alpinisti. Onun dostu Əziz Dağlaroğlu, Gilançaydan at həvəskarı İmiran.
Daha kimi deyim. Çox maraqlıydı. Videolarımız da yəqin ki maraqlıdır. Bəzən videolarda özüm pauz edirdim ki, hər hansısa bir televiziyalı çəkirlər ki, güya videolarımız onların arxivində qalacaq. Düzü mən bu adı eşidəndə biraz xəcalət çəkirəm, ona görə də videonu pauz eləmişəm. Bir-iki yerdə eşitsəniz üzürlü sayın. Şövqü gözə dəymir. Dufovkanı gətirdilər. Bizdə adətdir ki, atı kim minibsə hədiyyə də onundur. Dufovka çatdı Turquta. Düzdür, Zəfər biraz narazıçılıq elədi şatları bir də sapan. Biz də səbəb gətirdik ki, bu səbəblərdən olmaz. O da üzülməsin, elə atı birinci kimi bir şeydir. Biz də vaxtilə at sapanda elə bilmişik, haqsızlıq olur. Böyüklərin dediklərinə bəzən qulaq asmamışıq. İndi fikirləşirəm ki, nə lazımdır. Bəlkə də elə ən yaxşısı buydu. Safarlardan biri gedər, yıxılar. Safarın başına bir hadisə gələr. At tələf olar. Ondan sonra peşmançılıq olar. Yaxşı budur ki, çapan atların hamısı birinci elan olunsun. Uzaqda nəzərə diqqətimi iki heyvan cəlb elədi. İtdi, qurtdu, nədir? Kəndinə qarşı-qarşıya bir gəlib arxa tərəfdə gözləyir. Gizlənib yolun arxasında. Biri nümayişkarana gəlib oturub təpənin üstündə. Ancaq iti oxşayır, quyruğunu dik qaldırıb. Canavar quyruğunu elə qaldırmaz ki, yeri bəlli olsun. Quyruğunu qısıb gizlənər. Şərur rayonunun Qabıllı kəndindən də Əli qardaşımız öz dostları ilə gəlmişdi. O da Göydəmirə hədiyyələr gətirmişdi. Yarışdı, yarışmadı, Göydəmir hədiyyəsini aldı. Biz də mindik, biz də keçmişi xatırladıq. 5-10 dəqiqə atı mindim, ancaq sabah belinəcək, xamladacaq məni. Çoxdan da at minmirəm. Sağ olun, hörmətli izləyicilər. Növbəti videolarda görüşərik. Videomuza baxıb yorum yazmağı unutmayın. Hər şey yaxşıdır. Həsən birinci, Zəfərin atı ikinci, üçüncü yerdə Süleyman. Ən qazançlı Süleyman. 120-200 manata şurutdan at alıb gətirmişdi. Gətirdi 2 ay məşq elədi. 50 manat nağdı pulu var. Nə qədər də hədiyyəsi. Ətri, Haldunun gətirdiyi kupalar. Tivişkən sakini Haşimov Mirzə də hər yarışmacıya bir hədiyyə göndərmişdi, bir ətir. Haldun gətirdiyi kupaların üstünə də qızıl suyu ilə yazını da o yazdırmışdı. Sadə bir oğlandı. Naxçıvan şəhərində bir dükanda işləyir. Əlindən gələnin ən yaxşısını eləmişdi. Ancaq elə həmkətçilərimiz var ki, elə onlar da Şəhriyar kimi, Mirzə kimi olardılar. Heç olmasa bir qara qəpik xeyirləri olmasa da bir dəfə çağırıb təbrik eləyərlər ya da ki, videomuza baxıb yorum yazardılar. Sağ olun, növbəti videolarda görüşərik. Çanakkale zəfərimiz də mübarək olsun.